Salam uşaqlar, atdığım PDF-in izahlarına baxacağıq. Deməli, birinci sualda 1/5-də 1 eləyir 5-də 6. 1/6-da 1, 6-da 7. Eyni qayda ilə 7-də 8. Bu hasil davam eləyir. Ən axırıncı 99-da 100. Bərabərdir. Buradakı m-i n-in yanına gətirəcəm məxrəcə. M-in burada da 200. Bu tip suallarda hansı istiqamət ixtisar gedir, onu təyin edirik. Bu istiqamətlərin hamısı gedir. Yuxarıdan 100, aşağıdan 5, yəni 100 bölü 5, 20 bölünsün. 20 bölünsün. 20 bərabərdir, 200 bölünsün m-in. Buradan da m-in bərabərdir, 220-yə bölürük 10. İkinci sualda bir fərqli yanaşma ilə baxsaq. İkinci sualda. Burada yazsaq, deməli, hər birini ayrı-ayrılıqda -5-ə bərabər eləyəcəm. Çünki ortada bərabər var. Yəni, x çıxılsın 1 bölünsün z bərabərdir -5-ə. Onda x çıxılsın 1 bərabərdir -5z-ə. Çarpaz vurub açdım. Sonra y üstə gəl 2 bölünsün x bərabərdir. O da -5-ə. 3-ü də -5-ə bərabərdir. Y üstə gəl 2 bərabərdir -5x-a. Eyni qayda ilə z çıxılsın 3 bölünsün y bərabərdir -5-ə. Buradan z çıxılsın 3 bərabərdir -5y-a. Sistem şəklində bunları tərəf-tərəfə toplasam. X üstə gəl, y üstə gəl, z. Bunları qruplaşdırdım. -1 üstə gəl, 2 üstə gəl, -3 eləyir -2 bərabərdir. Buradan da -5-i çıxardım mötərizənin xaricinə. Toplayıram əlbəttə ki. Burada toplamışıqsa, burada da toplayırıq. Olur x üstə gəl, y üstə gəl, z. İndi buna əmsal versək 1 verə bilirik. Və bu -5-i bura gətirsəm, olacaq üstə gəl 5 dənə mötərizədən. Yəni 6 dənə olur x üstə gəl, y üstə gəl, z. Biri buradaydı, 5-i də gəlir bu tərəfə. 2-ni də sağ tərəfə keçirsək müsbət 2. Yəni x üstə gəl, y üstə gəl, z bərabərdir 2 bölünsün 6. Yekun cavab 3-də 1. Bunu istəyirdi bizdən. X üstə gəl, y üstə gəl, z istədiyinə görə cavab 3-də 1. Üçüncü sualda da biraz sadə yanaşsaq. Bu düzbucaqlar hamısı bir-birinə bərabərsə, uzunluqlara bir B deyirəm. Şəkildəki bütün uzunluqlara. Burada B-dir. N-lərə də bir dənə A deyirəm. Fikir verin. Burada bir dənə bu hissə var. Bu hissəni çıxmaq lazımdır. Çünki bu hissə iştirak eləmir, perimetrdir. O da elə A-ya bərabərdir. Buradakı A-nı qaldırdıq yuxarı. Onda bu birinci tığ şəklində olan fiqurun perimetrində 3 dənə B var. Üçüncü sualda. 3 dənə B var orada. 3 dənə A var. 3 dənə B, 3 dənə A. Bir də ki, buradan bura qədər olan hissəni deməli, bütöv B-dir. Ortadakı A-nı çıxıram. B çıxılsın A yazıram. Bərabərdir 42. Bunu biraz sadələşdirsəm, olur 4B üstə gəl 2A bərabərdir 42. 2-yə bölsəm lap 2B üstə gəl 1A bərabərdir 21. Bunu saxlayıram, keçdim bura. Yenə uzunluqlara B desəm, balaca burada N-lər var. Bunlara da A desəm, bu fiqurun perimetri olur 2 dənə B üstə gəl 4 dənə A bərabərdir 30. 2-yə bölsəm bunu da B üstə gəl 2A bərabərdir 15. Bunun altında, bax bunu yazmaq istəyirəm. İndi başa düşəcəksiniz niyə. Yazıram 4B üstə gəl 2A bərabərdir 42. Sistem şəkildə çıxıram, aşağıdan yuxarını çıxıram. 4B-dən B-ni çıxsan, qalır deməli 3B, 2A-dan 2A-nı çıxsan gedir. 42-dən də 15-ini çıxsan eləyir 27. Buradan B-ni tapdıq, 27-ni 3-ə böldük 9. Gətirib burada B-nin yerinə 9 qoysan, 9 üstə gəl 2A bərabərdir 15. Yazım burada 9 üstə gəl 2A bərabərdir 15. Baxın, burada B-nin yerinə 9 qoydum. Buradan da A-nı tapdım da. A bərabərdir 15-dən 9 çıxıb 6-nı 2-yə böldük 3. Sahə istəyir məndən, sahə də olur 27.
Dördüncü suala gəlsək, bir sinifdəki qızların və oğlanların sayları nisbəti 1/2, 1/4 ədədlər düz mütənasibdirsə 1/2x, 1/4x bizə verir bütöv sinifdəki şagirdlərin sayını və həmin sayı 66 ilə 80 arasında verib. Bu məsələdə nəyə diqqət eləməliyik? Şəxs məsələsidir bu. Şəxs məsələlərində cavablar kəsr qala bilməz. Yəni 66 ilə 80 arasında elə bir ədəd seçməliyik ki, o ədəd 26-ya, burada 2,6 da olsa 26-ya tam bölünməlidir ki, bir natural cavab ala bilək. 26-nın 3 misli bunların arasındadır, yəni 78. Buradan x bərabərdir. Bura bir dənə 0 atıb vergül üstünə xətt çəksək 30. Oğlanlar sayı 1/4'dür. Baxın ikincidir. 1/4'ü vururuq 30'a. Bu da eləyir 42 nəfər. Vəssalam. 5-ci sual. 5-ci sualda da biraz sadə yanaşma göstərəcəm. Baxın. Deyir ki, bir satıcı malın 1/3'ni 20% xeyirlə. Tutalım ki, satıcının 3 dənə malı var. 1/3 dediyinə görə 3-ə bölünən bir ədəd seçirəm. 6 dollar, 9 dollar. Ən balacasını götürdüm 3. 3 dənə malı var, tutalım. Birini özü 100 manatdan alıb, birini 100 manatdan alıb. Özü nə qədər xərc çəkmiş olur? 300 manat özü xərc çəkib, düzdür? İndi deyir ki, 1/3'ni, yəni bir dənəsini, 3 dənə malın 1/3'i 1 eləyir də. Bir dənəsini 20% xeyirlə, yəni 20% xeyir 120 manat deməkdir. Bir dənəsini 120 manata satıb, qalan malı ən çox neçə faiz endirimlə satmalıdır ki, zərər olmasın da burada. Zərər olmasın, yəni ki, yenə 300 manat. Burada nə gəlir var, nə zərər var. 300 manat özü xərc çəkmişdi, düzdür? 120 manat birincini satdı. Geriyə qaldı deməli 180 manat. Əlində də bunun qalıb 2 malı. Birini 120 manatdan satıbsa, ikisini 180 manata satmalıdır ki, 300 manat eləsin. Onda ikisi 180 manatsa, biri 90 manat olur da bunun. 180'i 2'yə böldüm. Biz 100 manat götürəndə bu biz üçün 100% idi. Bir dənəsi 100 manatdan 100% eləyir. İndi 90 manatdan da olanda 90% eləyəcək və burada 10% endirim. Ən çoxu 10% endirim var. 6-cı suala gəlsək. 6-cı sual asan sualdır. Deməli, perimetrlərin cəmi 44'dür. Böyüyün perimetri 4A'dır. Üstə gəl, balacanın perimetri 4B'dir. Eləyir 44. Buradan 4'ə bölsən, A üstə gəl, B bərabərdir 11. Rəylənmiş hissənin perimetri deyəndə, sahəsi deyəndə A-nın kvadratından, yəni böyüyün sahəsindən çıxırsan balacanın sahəsini, bu ağ rəngdə olan çıxırsan, qalır rəylənmiş hissə. Onda 77 verib bizə. Bu müxtəsər vurma düsturudur. Bir dəfə açıq B, bir dəfə A üstə gəl B kimi açılır. Bərabərdir 77. Toplamanın cavabı 11 verilib yuxarıda. Bu da 7 olmalıdır ki, cavab 77 eləsin. Yəni açıq B 7 olmalıdır. A üstə gəl B'də 11 verilib bizə. Yenə sistem tənlik, toplama. B'lər getdi. 2 dənə A bərabərdir 18'ə. Buradan A bərabərdir 9'a. A'nın 9 olduğunu burada qoyun. Məsələn 9 deyil 2 11 eləyir də. B'miz də 2'dir və bizdən nə istəyir? A vur B'ni 2 9'un 18. 7-ci sualda 2 qardaşın indiki yaşları nisbəti 2/3'dür. Yəni 2x bölünsün 3x hal-hazırda, yəni indiki yaşları. 3 ildən sonra deyir, 3 il keçəndən sonra hamı 3 yaş böyüyür, düzdür. Bərabər olur 5/7'yə. Bunu çarpaz vurub atsan, 14x üstə gəl 21, 15x üstə gəl 15'ə. X bərabərdir 6. Hal-hazırki yaşları bunların 2'nin 3'ə idi, düzdür. 2 vur 6 12 eləyir. O birisi də 3 vur 6 18. Hal-hazırki yaşları. Bu da deyir ki 3 il əvvəlki. 3 il əvvəl deyəndə hamının yaşından 3 çıxılır. 12'dən 3'ü çıxdın 9 yaş birinci qardaşdaydı. 3 il əvvəl deyəndə 15 yaşda bunun idi. Nisbətləri də eləyir 5'də 3. 8-ci sual. 4 ayaqlı və 3 ayaqlı stollar var. Buna x deyək, buna y deyək. İkisi bir yerdə 18 dənədir. X üstə gəl y 18 dənədir. 4 ayaqlı stollarda ayaqların sayı 4x, 3 ayaqlı stolda 3y bərabərdir 65. Sistemi alsam, bir dənə yuxarıdakını baxın 4'ə vurub bunun altında yazıram. 4x var, 4y var. Yuxarıdakını 4'ə vururam. 18'i də 4'ə vuranda 72.
İndi aşağıdan yuxarı çıxıram. Bunlar gedir. 4y-dən 3y çıxdıq. Y bərabərdir 72-dən 65-i çıxanda 7. Elə məndən 3 ayaqlını istəyir. Mən də 3 ayaqlıya y demişdim. Cavab 7. 9-cu sualda yenə sistem şəkildə yazıb həll eləyəcəm. Yəni sadə şəkildə. 9-cu suala baxın. Yazdım. M çıxılsın 3 bölünsün n bərabərdir 3-ə. M üstəgəl 3 bölünsün n bərabərdir 5-ə. Sistem. Bunlar gedir. Topladıq tərəf-tərəfə. Biri müsbət, biri mənfi islah oldu. 2 dənə m bərabərdir 8-ə. Burada m bərabərdir 4-ə. M-ni 4 tapsaq, m-dakı 3 olur. M 4-dürsə, 4 çıxılsın 3 bölünsün 3. Yəni 1, 4-dən 1 çıxanda 3. N-imiz 3-dür. Gətirib yerinə qoyub hesablaya bilərsiniz uşaqlar. N-ni soruşur, elə vəssamda cavab 3. 10-cu suala gəlsəm. 10-cu sual. Çətin sual deyil bu da. Deməli, bu üstündəki xətt onun ədəd olduğunu göstərir və o 100-də x, y ədədi kimi oxunur. Aşağıda da 100-də y-x ədədi kimi oxunur. Bərabərdir 4 bölünsün 7. 100-ləri ixtisar eləsən, çarpaz vurub açsan. Deməli, 7 vurulsun x, y ədədi. Hələ ki bu cür yazıram. Tərzi yazmasaydıq da olardı. 4 vurulsun y-x ədədi. Bunun açılışında bilirsiniz təklik onluq, təklik onluq. Yəni 7 vurulsun, bu açılanda olur 10 dənə x üstəgəl y. 4 vurulsun 10 dənə y üstəgəl x. Vurub açanda olur 70x üstəgəl 7y bərabərdir 40y üstəgəl 4x-ə. X-ləri bir yana yığsam 66x, 33y, y-ləri də yığsaq. 33-ə ixtisar eləsən 2x bərabərdir y-ə. Bunun yanına 1 vuruğu gətirə bilərik. 2 vurulsun 1, 1 vurulsun 2. Yəni x 1-dir, y 2-dir. Ən kiçik dediyinə görə ən kiçik qiymətlərini yazdım. Elədi 2. 11-ci suala gəlsək. 11-ci sual çoxluq məsələsidir. Fikir verin, Euler-Venn diaqramlarını işləyəcəm. Biri olur bizi üçün voleybol, o birisi də olur bizi üçün basketbol. Bu tip suallarda həmişə kəsişməni, yəni hər ikisinə aid olanı birinci yazmalıyıq. Hər iki idman növü ilə məşğul olan 4 nəfər var. Bu məlum deyil. X burada məlum deyil. Y. İndi fikir verin. Deməli, 11-ci sualda deyir ki, voleybol oynayanların sayı. Voleybol oynayan x üstəgəl 4 nəfərdir. Voleybolun içində x üstəgəl 4 nəfər. Bərabərdir. Voleybol oynamayan kənarda, yəni bura. Voleybol oynamayanlar sayının iki mislidir, yəni 2y-dir. Basketbol oynayanların sayı, basketbolun içərisində olanlar, yəni y üstəgəl 4, 4 üstəgəl y bərabərdir. Basketbol oynamayanların sayından 3 nəfər çoxdur. Basketbol oynamayan x var. X-dən 3 nəfər çoxdursa, x-in üstünə 3 gəlib bərabər eləyə bilərəm. Bura sistemi həll eləsək, x çıxılsın 2y bərabərdir mənfi 4. Yerlərini dəyişirəm sadəcə. X çıxılsın y bərabərdir 1. Sistemi alsaq və aşağıdan yuxarını çıxsam, aşağıdan yuxarını y bərabərdir 5 olur. Y 5-dirsə, bunu 5 tapdım. Y-in yerinə 5-i qoysam, məsələn, bura olur 2-ni 5-ə vurdun 10, ondan da 4 çıxdın, x də olur 6. Bizdən də ümumi cəmi soruşursa 6, 4, 10, o da 5, 15. 12-ci suala gəlsək, asaddır 12-ci sual. 40-da 1-in üstünə nə gəldi tam olur uşaqlar? 40-dan biri varsa 40-da 39 gəlməlisən də. 40-da 39 da C variantı olmalıdır, səhv eləmirəmsə. Yəni bunları 25-ə vurun. Çevirin, C variantı olmalıdır. Növbəti 13-cü suala gəlsək, 13-cü sualda da ölçüləri 30, 12, 4 olan düzbucaqlı prizma şəklində kərpiclərdən mümkün ən kiçik ölçülü kub əldə etmək üçün Deməli, o bir elə ədəddir ki, həm 30-a, həm 12-yə, həm 4-ə bölünür. Bu əkob deməkdir. Yəni, əkob 30, 12 və 4. İşvayı tapsaq 60. İndi bundan bir kub düzəlcəksə, həmin kubun həcmi lazımdır bizə. 60-ın kubu. Bir də ki, bu kərpiclərdən düzəldəcəm də kubu, düzdür. Bunun da həcmi lazımdır. V bərabərdir bunların həcmi. 30 vurulsun, 12 vurulsun 4. Və neçə dənə yerləşir
bu kubun içinə bu kərpiclərdən neçədən yerləşir? Bunu hesablamaq lazımdır. Bunu da hesablasaq, səhv bilmirəmsə cavab 150 çıxacaq. Vurmanı bölməni özünüz eləyərsiniz. 14-cü sual. 14-cü sual da sadə sualdır. Çətin bir şey yoxdur. Kəsirdir. 14-cü sualda. Minə vuracağım. Bu kəsirdən azad olsun. Minə vuranda olur 4x üstə gəl 300. 4-ə də vurum çarpaz. Belə x kimi çarpaz açıram. Bərabərdir 3 vurulsun. Bunu da minə vuracağım. Olur 7x üstə gəl 50. Mən bu kəsirin sürətini də məxrəcini də elə ki minə vurdum da. Sürəti də minə vurdum. Məxrəci də minə vurdum. Kəsirin sürət və məxrəcini eyni bir ədədə vuranda da böləndə də qiymət dəyişmir. İndi tənliyi həll edirəm. 16x üstə gəl 1200 bərabərdir 21x üstə gəl 150. Buradan da eləyir 21-dən 16-sını çıxdım. 5x bərabərdir 1050 eləyir. 1200-dən 150-sini çıxsaq x də bərabərdir 210. 15-ci sual çox asan sualdır. Yəni 1 vurulsun 2 üstə gəl 8 vurulsun 3 üstə gəl 3 üstü 4 81 vurulsun 4. Bu da eləyir 350. Hesablayın özünüz. 16-cı sual, 16-cı sual biraz fikir tələb edən sualdır. Baxın, yəni burada yoxlamaq lazımdır. A üstə gəl B böyükdür 4B-dən. Bərabərçiləri əslində çarpaz vurmaq olmur, amma burada natural olduğu üçün işarədə dəyişiklik olmayacaq. Ona görə rahatlıqla vura bilərik. 3B 4B-dən B-ni çıxdım. Bir də B üstə gəlsə kiçikdir 5-i S-yə vurdum 5S. Buradan da B kiçikdir 5S-dən S-ni çıxdım 4S. Burada indi baxın, məsələn, ən kiçiyi axtarıram da. Ən kiçiyi B-yə 1 versən, bura olur 3 vurulsun 1. Olur A böyükdür 3-dən. A 3-dən böyük nə olacaq? Ən kiçiyini seçirəm də 4. İndi B 1-dirsə, bu 4S böyüdür B-nin qiymətindən də, yəni 1-dən. S-yə indi mən nə versəm 1-dən böyük olar. Məsələn, 1 versən, 4 vur 1, əlbəttə 1-dən böyükdür, amma 1 verə bilmirəm, çünki fərqli deyir, müxtəlif. Ona görə S-yə 1 yox, S-yə burada 2 verirəm. S 2-dir, yəni 2 olanda 8 böyüdür 1 olur da, doğrudur. B 1-də A 4-dür və bunların ən kiçik qiyməti 7 olur. Növbəti 17-ci suala gəlsək, burada belə bir xətt çəksəm, fikir verin, bu 8 isə, burada 8. İndi bura 16 idisə, 16-ın 8-i buradadır, çünki radiusu idi. Bu 8, burada 8, 16-ın 8-i burada. Bu düzbucaqlı, üçbucağın da növü olur indi. Bərabər yanlı, düzbucaqlı, üçbucaq. 8, 8 belə olanda bucaqlar olur 45, 45. 90, 45, 45. Üçbucağın 3 dənə bucağı 180 eləyir. Növbəti deməli funksiyaya aid sadə bir sualdır. Burada nə edək? Deməli 18-ci sualda y bərabərdir kx plus b. Funksiyanın ümumi forması budur. Burada 2 dənə nöqtə var. Biri 2 0-dır. Birinci x yazılır, sonra y. Buradakı 0 1-dir. Yerinə qoyacağım 0 1. Burada qeyd edeyim 0 1. Bir də 2 0. Həmişə birinci x-dir, ikinci y-dir. Bunu bilirik. Düzdür. Yerinə qoyuram 1 bərabərdir. X-ə 0 versəm qalır b. B-ni tapdıq artıq. Bunu qoyuram. Y 0-dır. 0 bərabərdir. X-ə 2 verirəm. 2k üstə gəl b. B-ni buradan 1 tapmışam. 2k bərabər 1-i keçirsək özə mənfi 1. K da bərabərdir. Mənfi 2-də 1 ya da 0.5. Nə istəyir? Həm funksiya özünü istəyir. Y bərabər kx plus b deyildi. K-nı qoyuram yerinə də mənfi 0.5x plus b-nin də qiyməti 1. Bu hansı variantdadır? B variantındadır. Baxın, mən mənfi 0.5 yazmışam. Mənfi 2-də 1-dir də bunun əmsalı. 19-cu suala gəlsək. A-nın modulu özünə bərabərdirsə, A müsbət ədəddir və ya 0-dır. Deməli, A böyük bərabər 0-dan. B-nin modulu özündən böyükdürsə, B mənfi ədəddir. B kiçikdir 0. Yerinə qoyun, yoxlayın inşallah. Bu da verir bizə biri müsbət, biri mənfi. Buranda mənfi və ya altında xətt, çünki A 0 ola bilər. 19-da olur B variantı. 20-yə gəlsə, funksiyanın qrafiklər paralel olarsa. Paralelliyin şərti var da. K1 bərabərdir K2 olanda olur paralel. Yəni burada funksiyalar belədir. Y bərabərdir K1x üstə gəl, məsələn B1. Y bərabərdir K2
x üstəgəl b2. Yəni x-dən qabağındakılar eyni olmalıdır. Burada x-in qabağındakı məlumdur, amma buradan bir də y-i tapsam, y-i o tərəfə atsaz 3x üstəgəl 1 qalır, düzdür? O birisində də y bərabərdir. A minus 1 vurulsun. X çıxılsın 4. Və burada k-lar eyni olmalıdır. X-in qabağındakılar. X-in qabağında biri 3'dür, biri açıq 1'dir. Buradan da A bərabər 4 olur da. 21-ci suala gəlsək. 21-ci sual yenə də Euler Venn diaqramı şəklində göstərsəm. Tam bu A-dır, bu B-dir. Deyir ki, A-nın B-dən fərqi ilə B-nin A-dan fərqi 3'dür. Yəni fərqli hissələr bunlardır 3. Burada bir şey qeyd edeyim. Məsələn, n A birləşir B-ni bölsə n deməli A kəsişir B-yə bərabərdir 4. Bu şəkildə yazmaq daha yaxşıdır. Bura bir də x atsam, birləşmə bütöv hamısı deməkdir. Birləşmə olur 6 üstəgəl x. Kəsişmə ortadakı deməkdir, bərabərdir 4-ə. Çarpaz vurub açsan 6 üstəgəl x bərabər 4x-a, 3x 6-dır, x 2-dir. X 2-dirsə nə istəyir? Bura 2-dir. İndi n-a A-nın içində 5 dənədir. N-b B-nin də içində 5 dənədir. Bütöv B-yə baxanda bu da 5. 5, 5 cavab eləyir 10. 22-ci suala gəlsək. 22-ci sual əslində rahat sualdır. Amma bir dəqiqə, bir də bura baxın. Deməli, 3 bucaq verilib bizə. B-y ilə B-s bərabərdir. Bu B-y ilə B-s-nin bərabərliyini burada görürük. Deməli, DAS 28'dir. DAS bura 28'dir. Onda burada 28'dir. Biz niyə? Çünki bu xətlə bu bərabərsə, bərabər yanı 3 bucaqda yan bucaqlar bərabər olur. Oturacağı bitişik bucaqlar. AB, AD, DS. Bəli, 28, 28 eləyir 56. 180-dən 56'sını çıxsan eləyir 124. Deməli, 124'ün qonşusu yenə 56. Bura 56-dırsa, burada 56 olur. Çünki AB ilə AD bərabərdir. Bərabər yanı 3 bucağında oturacağına bitişik bucaqları, yan tərəfə bitişik bucaqlar bərabər olur. İndi nə elədik? 56, 56 neçə elədi? Topladım bu 3 bucağa baxıram. ABD 3 bucağına. 112 elədi. 180-dən 112'ni çıxsaq, eləyəcək 68. Burada oldu 68. Fikir verin. 68. İndi bu B-y ilə B-s bərabərdir. Onu da burada verib bizə. B-y ilə B-s bərabərdirsə, buradakı bucaqlar da bir-birinə bərabərdir. Yəni, bu x-dırsa, bura x-dırsa, burada x-dir. B-y ilə B-s bərabərdirsə. Və bu 56. Lap içəri də keçirdə bilərəm, amma 3 bucağın xarici bucağı özünə qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. Elə də gedə bilərik. 56 bərabərdir 2 dənə x-a, x də bərabərdir 28-ə. Burada A veriblər cavabı, amma 28 olmalıydı. 26 düşüb bura, 28 olmalıdır. Yəni 28 cavab. Gəldik neçənci suala? 23-cü sual sadədir. Üstü balaca olanı götürürəm. Üstü balaca olan 3-ün üstü 2022-dir. Çıxsa, burada 23 dənədir. Biri var, biri qalır artıq. Özü çıxanda yerində 1 qalır. Burada da balacanı götürürəm. 3 üstü 2021-i. Burada elə ikisi eynidir ki, onda 2 dənə 3 üstü 2021. Burada 22. Aha. Burada 22 dənə, 3 üstü 2022 dənədir. Burada 21 dənə, yəni 3 bir dənə artıq qaldı yuxarıda. 4'ü də 2'yə bölürsən, 2 eləyir. 3 vur 2. Yetim cavab 6. Hesab səhvi olmaz yəqin ki. AB ədədlərin ədədi ortası 15'dir. Onda A-nın üstünə B gələndə 30 eləyirdi uşaqlar. Ədədi orta toplayıb sayına bölmək deyil. A-nın üstünə C gələndə 34 eləyir. 17'dən 2'yə vurdum. Burada yazım elə alt-alta baxın. A-nın üstünə C gələndə 34. Bir də B-nin üstünə C gələndə 46 eləyir. 3'ün bir yerdə toplasan 2 dənə A var, 2 dənə B var, 2 dənə C var. Bərabərdir. Bunlar neçə eləyir? 34, 46 eləyir 80. O da 30, 110.
A üstə gəl, B üstə gəlsə, yəni burada nə edirəm? 2-yə bölürəm 55. Nə istəyir C-ni? C-ni istəyirsə, bu A üstə gəl, B var ha, burada 30. Bu 30'dur da, düzdür. 30'un da üstünə nə gələsən? 25 gələsən, 55 eləsin. Yekun cavab 25. Bu sırf müxtəsər vurma düsturudur. Birinci səhvdir uşaqlar. Açıq B-nin kvadratı. Bunları ataram sizə düsturlara, əzbərləyərsiniz. Burada çıxma olmalı idi. Yəni çıx kabi olmalı idi. Bu səhvdir. Bu A kvadrat, deməli bu da səhvdir. Çünki bu 2 2-yə vurulanda ortada 4 misli olmalı idi. Olur A kvadrat, çıx 2 düşür bunlara vurulur. Çıx 4AB, üstəyə 4B kvadrat. Bu da səhvdir. Bu mötərizənin vurulub açılmasıdır. Mötərizənin vurub açanda 2A kvadrat yazsam bura. Çıxılsın A, çıxılsın 6A, çıx 7A eləyir. Üstə gəl 3. Hə, bu düzdür. Buradan da ki, mötərizəni də vurub aça bilərəm, qruplaşdıra da bilərəm. Mötərizəni vurub açsan A kvadrat, çıx A, üstə gəl AB, çıxılsın B. Baxım, eynidir. Bax, çıx A buradadır, üstə gəl AB, çıx B. Bu da düzdür. Səhvi istəyir 1-2-dir. Cavab 1-lə 2 B variantı. Bu qədər.